30 ildir tanıyıram. Təsəvvürlə ki, daimi də gedib gəlirəm. Yaxşı sürücüdülər, yaxşı sərnişinlərə hörmət qoyurlar, yaxşı insandılar. Xeyirrənə geyirik, şərrənə geyirik. Elə bil doğmalaşmışıq da o 3 kəndinlə, elə bil inan ki doğmalaşmışıq. İllər dəyişdi, avtobuslar yeniləndi, amma kəndə gedən yol və sükan arxasındakı simalar dəyişmədi. Nə az, nə çox, düz 40 ilə yaxındır ki, eyni kəndlərə sərnişin daşıma fəaliyyəti ilə məşğul olurlar. Şəkinin Aşağı Küngüd, İbrahim kənd və Fazil kəndlərində yəqin ki, Sədrəddin Abdülhüseynovla Elman Abdurrəhmanovu tanımayan yoxdur. 85-ci ildən bu marşruta mən gəlirəm. Çətinliklər də oldu. Ne çətinliklər məsələn? Hava şəraiti bizi o qədər də təmin eləməyibdilər ki, qardır, buzdur. Öz bacarığımızdan işi başa vurmuşuq. Biz məktəb uşağından pul almamışıq. Hətta bəyək siz bir müəllimə danışdırdınız, hal-hazırda məktəb direktorudur. Mən bu işləyəndə həmən müəllimə şagird idi. 85-dən də avtobusdayam. Bircə gün olanmaz sonra maşınsız olar. Hətta o yadıma gəlir ki, bir gün qışda lap çox qar var idi. Avtovağzala gəldim. Gördüm 4 nəfər adam var. Dedim bu avtobusu sürməyə dəyməz. Özümün 31-i var idi. Getdim 31-i xodlayıb, 31 ilə apardım camaatı, kəndə çatdırdım. Sürücülərin sözlərinə görə illər keçsə də dəyişməz qrafik ilə dayanacaqlarda olurlar. Səhər 7:00-da başlayan sərnişin daşıma axşam 20:00-da başa çatır. Kənddən kəndə gedən tələbələr var. Qəpək almırıq. 90-cı ilin maşınıdır. Gecə gündüz altında üstündə hədənirik ki, bir kənd maşınsız qalmasın. Bu kəndin əhalisindən narazılığım yoxdur. Adam incitməyən əhalisi var. Biz də çalışdığımızdan qarda, boranda, yağışda imkan daxilində marşrutu boş qoymamışıq. Elə sərnişinlər də hər iki sürücü haqqında ağız dolusu danışırlar. Mən özüm də qonşu məktəbdə oxumuşam. Şəxsən mən şagird olanda məndən pul almayıblar. Heç bir vaxtı, yəni mən avtobusa ödəniş eləməmişəm. Bizə lazım olanda, yükümüz olanda ev aparırlar, ünvana çatdırırlar. Yəni hər şeyimizdə yaxşı. 30 ildən çoxdur bunlar bizim kənddə şofer işləyirlər. Çox bunların işindən razıyıq. Bizim yükümüzü də apardılar. Bütün cəmaatı da daşıyıblar. Biz də bu təcrübəli sürücülərə daha neçə illər sükan arxasında səyahət etməyi arzu edirik. Qayda qanunla, qəzasız şəkildə. Xələf Xələfov, Rəhman Həkimzadə, Kənan Qafar, Xəbər Ertəsi.